Əliyə Vahidi bir gün zırhdan toydan çıxanda gecənin bir yarısı tutublar Əliyə Vahidi. Toydan çıxıb piyada dayanıb yolun qırağında 2 nəfər yaxınlaşıb buna. 2 nəfər öz xatirələrindədir ya bu, heç yanda yoxdur bu. Əliyə Vahidin öz xatirələrindədir. Ki yaxınlaşıb 2 nəfər buna. Deyir ki, dalda dayanan o qədər bıçaq çəkiblər üstünə. Arxada dayanan o qədər yaxın dayanmışdı ki, mənə nəfəs alarında boynumu isilirdi. Bıçağa diriyib, bir soyun. Qabaqdakı da qəsdimin düymələrini açır. Deyir, Vahid deyir ki, mən Əliyə Vahidəm, bir tanıyırsınız məni. Özdə bu üst baş mənimdir, bura toya çağırmışlar məni. Çıxmışam, indi gedirəm, bu üst baş mənimdir. Yəni, mənim heç şeyim yoxdur. Bir tane burada mənimdir, bir dostumdan almışam, giyinib gəlmişəm. Deyir ki, şeylim yox, qaydiblər ki, biz bir gün çıxmışıq ancaq aparmağa. Sən Vahidsən, kimsən, bizə xeyri yox deyə. Deyələ bu düymələri açanda, pəncəyini düymələrini açanda, Əliyə Vahid bədahətən bunlara söz deyib. Deyib, bankı apararlar, tamam olanda. Yəni, bankı o yerdə, bankda pul ola gerək aparasan orada. Mən kası var, dizimsə. Bankı apararlar, tamam olanda, adamlar soyunur, hamam olanda, alamam soyunursun mən. Elə bilirəm, siz məndən əl çəkərsiniz. Dilimdə Peyğəmbər, imam olanda. Bankı apararlar, tamam olanda, adamlar soyunur, hamam olanda. İnanıram, siz məndən əl çəkərsiniz. Dilimdə Peyğəmbər, imam olanda. Bir qabaqdakı zırrama idi, hələ açırdı düymələri. Gördüm, ha, bıçaq çəkildi dalda. Gəldi, belə baxdı. Belə baxdı, Vahid baxışda. Vahid baxışda bizi. Oğru quldur da başqa cür idi, mənlik. Söz tutub onu ki, əndi gəldi, belə baxdı, Vahid baxışda bizi. Baxışda, üstü başımı da çıxdılar, getdilər.